Bax görək həcc sözünün mənası nədir? Həcc sözü ərəb sözü olub, həccə feilindən alınıb və bir neçə mənanı ifadə edir. Birinci mənası budur ki, qəsd etmək, niyyət etmək. Məsələn, həccə filanun deyəndə, yəni bir kəs qəsd etdi, niyyət etdi, bir yerə getdi. Haccı gedən şəxsə, həcc əməllərini yerinə yetirən şəxsə ona görə hacı deyirlər ki, o həcc əməlini yerinə yetirmək üçün qəsd edib, niyyət edib, Allahın evini ziyarət edib və orada vacib olan əməlləri yerinə yetirib. İkinci mənası budur ki, bir işdən əl çəkmək. Həccə filanun deyəndə, yəni bu şəxs artıq dünyadan əl çəkib, dünya işlərindən əl çəkib, Allahın evini ziyarət etmək üçün gedib. Ona görə o şəxsə hacı deyərlər. Üçüncü mənası da dəlil sübut ilə qalib gəlmək. Məsələn, həccə filanun deyəndə, yəni o şəxs həcc ziyarətinə getməklə, Allahın evini ziyarət etməklə orada bir çox dəlil sübutlarla üzləşir. Yəni Allahın nişanələri, Allahın ayələri ilə üzləşir. Ona görə həmin şəxsə hacı deyirlər. Yəni bizim dilimizdə işlətdiyimiz o söz ki var, hüccət, yəni onun da mənası dəlil sübut, eyni kökdən, yəni hacc sözündən qaynaqlanır. Amma terminoloji mənasına gəlincə, bir şəxsin Kəbə evini xüsusi qaydalarla, göstərilmiş qaydalara əsasən Allahın evini, Allahın buyurduğu qaydalar əsasında Allahın razılığını əldə etmək üçün, Allaha yaxınlaşmaq üçün Kəbə evini ziyarət edən və orada buyurulan əməlləri yerinə yetirməliyə hac ibadəti deyərlər.